Uşaqlar, bugün üçbucaq mövzusuna əlavə olunmuş yeni suallara baxacağıq. Birinci başlıqda 2 dənə sual əlavə olunub, 13-cü və 14-cü suallar. Gəlin baxaq, 13-cü sualdan başlayaq. Deyir ki, 3 dənə modul var və kiçik bərabərdir şərtini ödəyir. Uşaqlar, bilirik ki, moduldan həmişə müsbət çıxdığına görə 3 müsbət ifadənin cəmi 0-dan kiçik ola bilməz. Ona görə biz burada bərabərlik şərtini götürürük. Yəni, bu 3 modulun cəmini 0-a bərabər etməliyik. Və modulların cəminin də 0 olması da ondan gətirib çıxarır ki, yenə 3 dənə müsbət ifadənin cəminin 0 olması onların ayrı-ayrılıqda 0-a bərabər olması deməkdir. Yəni, A üstəgələk B-nin 13-ə bərabər eləyirəm. Çıxaq 13 olduğu üçün uşaqlar bərabərliyin sağına keçəndə müsbət 13 olacaq. B üstəgələk C 14 olacaq. A üstəgələk C isə 15 olacaq. Bizdən bu üçbucağın perimetrini istəyir. Yəni, A plus B plus C-ni istəyir. Uşaqlar, bir dənə baxırsınız, mən bunları alt-alta toplayım. Bax, uşaqlar, 2 dənə A, 2 dənə B və 2 dənə C alınır. Hər ikini mötərizə xərcini çıxardıram. A plus B plus C. Toplayaq, uşaqlar. 13, 14 və 15. Verəcək 27, üstəgələk 15, 42. A plus B plus C isə bizə verəcək 21. Elə bizdən də perimetrini soruşduğu üçün cavab 21-dir. Həmçinin 14-cü sualda bu şəkildədir. Gəlin elə həmən ona da baxaq. Yenə eyni şərt olduğu üçün birbaşa A plus B-ni 11 eləyirəm. B plus C-ni 12 eləyirəm. Və A plus C-ni isə 13-ə bərabər eləyəcəm. Və hər birini alt-alta topladıqda hər birindən yenə 2 dənə olduğu üçün 2-ni mötərizə xərcini çıxardıram. A plus B plus C alınır. Bərabərdir. Hər birini topladıqda uşaqlar 36 alınır. Bizdən A plus B plus C-ni istədiyinə görə 36-nı bu qarşıdakı 2-yə bölürəm. Cavab 18 alınır. Bu qədər. Burada əlavə olunan 2 sual var. Sonra keçək ikinci başlığa. İkinci başlıqda nisbətən biraz daha çox sual əlavə olunub. İlk sual 19-cu sualdır. 19-cu suala baxaq uşaqlar. Belə bir üçbucaq verib, BE-nin ED-yə nisbəti 2-dir. Yəni, mən BE-yə 2x desəm, ED x olacaq. Və BD ilə də C-yə tən böləndir. Yaxşı, AD-ni istəyir bizdən. Gəlin baxaq, uşaqlar, tən bölənin xassəsinə uyğun yaza bilərik ki, baxın, C-yə tən bölənə görə biz bilirik ki, tən bölənin, baxın, bir dənə, AB və bizim tən bölənimiz varsa, burada M-dir. Deyirik ki, A-nın B-yə nisbəti, M-in N-ə nisbətinə bərabər. Yəni, tən bölənin xassəsindən deyirik bunu. Gəlin, 19-cu sual üçün bunu yazaq. Baxın, BE2 EDX-dirsə, bura olacaq 2B, bura olacaq B, yəni B ilə adlandırsam. Digərdən B-ni 6 verib. Uşaqlar, bizdən AD-ni istəyir. Gəlin, burada bir Y yazaq. Hansı tən bölənə baxırsınız indi? BD tən bölənə baxırsınız. Tən bölənin, yəni bu 2x-dən x-i nəzərə almayın. Tən bölənə baxın uşaqlar. 6-nın 2B-yə nisbəti, Y-in B-yə nisbətidir. Yazaq. 6-nın 2B-yə nisbəti, Y-in B-yə nisbətinə bərabərdir. Burada B-lər ixtisar gedir. 2Y bərabərdir 6-ya. Y alıram 3. Yəni, buradan biz AD-ni 3 alırıq. Yəni, D variantı. Sonra 20-ci suala baxaq. Digər yeni sualımız 20-ci sualdır. Bərabər yanlış bucağın oturacağı 12 kök 2 və bucaqlarına bir 120 dərəcədə oturacaqdakı bucağın tən bölənin uzunluğunu tap. Gəlin, üçbucaq çəkirik uşaqlar. Bərabər yanlı bir üçbucaq çəkirik. Bu bərabər tərəfli üçbucağa oxşadı biraz. Yəni, aha. Çəkək, bizə təpə bucağın 120 dərəcə verib və oturacağı da 12 kök 2. Digər tərəfdən biz bilirik ki, onsuz oturacağı biçik bucaqlar 30 dərəcə düşür. Üçbucağın daxili bucaqları 180 dərəcədir ona görə. Və bizə deyir ki, oturacaqdakı bucağın tən böləni. Yəni, bu bucağın tən bölənindən danışaq. Bunun tən bölənini çəkirəm. 15 dərəcə böləcək. Digər tərəfdən biz də bu bucağı 120, 15
bilirik də xarici bucağına bərabərdir də cəmi 15 ilə 120-nin cəmi 135 dərəcə. Biz amma bunu istəyir x deyək. Uşaqlar burada fikir verirsinizsə, biz x-in tapmağın tək yolu sinuslar teoremidir. Yəni sinuslar teoremi yazaraq tapmaq olar. Yəni başqa yollar da var. Əslində uşaqlar təpədən bir düz bucaq, yəni hündürlük endirib də yazmaq olar, amma ən sadə yol sinuslar teoremidir. Yəni baxın 135-in qarşısına tərəf var, 30-un qarşısına tərəf istəyirik. Siz də 135 ilə 30 dərəcənin sinusunu bilirsiniz. Gəlin yazaq. Sinus 30 dərəcə bölək 30-un qarşısına x durur. Və sinus 135 dərəcə bölək 12 kök 2. Uşaqlar, sinus 135, buna bir dənə baxın. Gəlin belə yazaq da. Sinus 135-i 180 çıxıq 45 yaza bilərəm. Yəni, bilirsiniz ki, 180-də də ad dəyişmir və olacaq sinus 45 dərəcə. Yəni, sinus 135 dərəcə bizə verir sinus 45 dərəcə. Gəlin yazaq. Sinus 30 dərəcə 2-də 1-dir. Bölək x bərabərdir. Sinus 45 kök 2 bölək 2-dir. Bölək 12 kök 2. Aha, uşaqlar. Burada 2-də 1 x aşağı düşür. Kök 2 bölək 2-ni 12 kök 2-yə böləndə uşaqlar köklər gedir. Qalır 24-də 1. Buradan da 2x bərabərdir 24-dən. X-imizi alırıq 12. Və bizdən də 20-ci sualda x istədiyinə görə cavab 12-dir. Sonra 25-ci suala baxaq. Aha, bu birinci başlıqda da belə bir sual var idi uşaqlar. Yenə burada yəni bərabərsizlik yox, elə burada baxın sıfıra bərabər halı verib. Sıfıra bərabər olanda biz bilirik ki, hər biri ayrılıqda sıfırdır. Yəni a plus b 17-dir. B plus c 25-dir. A plus c isə 18-dir. Alt-alta toplayırıq. Hər birindən 2 olduğu üçün 2-ni mötərizə xərcini çıxardıram. A plus b plus c-ni alıram 60. A plus b plus c isə alınır 30. Gəlin hər birində burada yerinə qoyaq. ABC-ni tapaq. Uşaqlar baxın. AB 17 olduğuna görə 17 üstə gələk C 30'dur. O zaman C'ni alıram 13. Sonra fikir verin. BC üstə gələk 20. BC bərabər 25 olduğu üçün A'nı alıram 5. A'nı da 5 aldım. Və axırıncı A üstə gələk C 18 olduğu üçün A'nın C 18'dir və B'yə qalır 12. B'ni də alırıq 12. Uşaqlar fikir verin, bu bir düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqdır. Petonumuz 13, katetlərimiz 12 və 5'dir. Gəlin görək bizdən nə istəyir. Hə, bu üçbucağın böyük hündürlüyünü tapın uşaqlar. Düzbucaqlı üçbucağın hündürlükləri isə 12 və 5'dir. Kiçik hündürlüyünün də düsturu var ki, h bərabərdir. A vuraq B bölük C-də. Yer kiçik hündürlük istəsə katetlər vurub betonuza böləcəkdik. Amma bizdən böyük hündürlük soruşduğu üçün elə böyük katetə bərabərdir. Cavab 12 alınır burada. Davam edək 30-cu sualla. Gəlin baxaq 30-cu suala. Gəlin böyüdək biraz PDF-in üstündə işləyək. Bizə AF-in FY-yə bərabər olduğunu deyir. Aha. ES CD-yə bərabərdir. Hər biri 6 düşür. AD-ni isə biz 2 verib. Demək uşaqlar hər şey verib. Bir dənə buna fikir verin. İlk öncə nəyə baxırsınız? Burada həm hündürlükdür uşaqlar, həm bərabər bölüm mediandır. O zaman bu tənböləndir. Yəni həm hündürlük, həm median varsa o zaman bu həm də tənböləndir. Və bu üçbucaq, ABY üçbucağı demək bərabər yanlı üçbucaqdır da uşaqlar. İşarələ bərabər yanlı üçbucağın oturacağına çəkilmiş hündürlük, median və tənbölən bərabərdir. AB-ni tapın deyir. AB haradır? Yəni buraları x adlandırsaq biz AB və ya B-nin ikisindən birini tapsaq cavabımız alınır. Yəni tənbölənin xassəsi ilə gedək uşaqlar.
Tənbölənin xassəsi ilə baxın, bu tənbölənə baxa bilərik, bunun xassəsinə baxa bilərik. Az öncə tənbölənin xassəsini bildik. Dedik, tərəflərin nisbəti, yəni x üstəgəl 6-dır tərəf, oturacaqların nisbətinə bərabərdir. Yəni x-in x üstəgəl 6-ya nisbəti 2-nin 6-ya nisbətinə bərabərdir. Bunların da nisbəti 3-ün 1-ədir. Çarpaz vursaq 3x bərabərdir x üstəgəl 6-ya. Buradan 2x-imiz 6 və x-imiz isə 3 alınır. Elə bizdən də AB-ni, yəni x istədiyi üçün cavabımız 3 alınır. Bu bölmədə axırıncı suala baxaq. 31-ci sual. M medianların kəsişmə nöqtəsidir. D-yi AC-yə paraleldir. KM isə bizə 6 verir. Uşaqlar, baxın, bura 6-dır. Uşaqlar, paralellik görən kimi bu D-yi bilirik ki, AC-yə paraleldir. Uşaqlar, burada bir qum saatı alınır. Buna diqqət edin. Qum saatı paralellik şərti daxilində olur da, bilirsiniz ki, paralel deyilsə bu qum saatını yaza bilmərik biz. Qum saatını görürsünüz, uşaqlar. Biz də bir tərəfdən baxaq görək nəyi verib bizə başqa. KM-i bir dənə 6 verib və medianların kəsişmə nöqtəsidir. Gəlin davam edək. Bizdən nə istəyir? BF-i bütöv istəyir. Uşaqlar, bu DC mediandır da, medianların kəsişmə nöqtəsi M olduğuna görə. Yəni, medianlar təpədən başlayaraq 2-dən 1-ə nisbətinə, 2-nin 1-ə nisbətinə bölünür. Yəni, 2A desəm, burada A olacaq. Yəni, bir də uşaqlar, oxşarlığa baxın qum saatında. Biz buradan, bax, MF-ə gəlin bir x deyək. 2A-nın A-ya nisbəti bərabər olacaq. 2A-nın A-ya nisbəti bərabər olacaq. X-in 6-ya nisbəti. Uşaqlar, burada A-lar ixtisar gedəcək. X-imiz alacaq 12. X 12 dirsə, uşaqlar, bizdən nə istəyir? MF, bütöv median istəyir də. Gəlin, baxaq. Biz bilirik ki, yenə median təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. Bura 12 dirsə, bütöv bura 12 vuraq 2, yəni 24-dür. Bütöv uzunluq isə 24 üstəgəl 12, yəni 36 olacaq. Uşaqlar, bu qum saatının demədim o hissəsini, yəni niyə biz qum saatında oxşarlığı yazdıq? Yəni, bunu kör-körənə yazmadıq da. Yəni, baxın, bu qarşılıqlı bucaqlar bərabər. Yəni, məsələn, bunlara alfa-alfa desək. Sonra, fikir verin, uşaqlar. Bax, bu bucaqlar çarpaz bucaqlardır. Ona görə, baxın, bu bucaqlar da çarpaz bucaqlar olduğuna görə biz bu oxşarlığı yaza bilərik. Sonra keçək, uşaqlar, 3-cü başlığa. 3-cü başlıqda da 2 sualımız var. 29 və 35-ci suallar. 29. Uşaqlar, gəlin elə bunda PDF-in üstündə işləyək. Bizə AB-ni BD-yə bərabər verib, yəni bərabər yanlış bucaqdır. DAC-ni bu bucağı ABC-yə bərabər verib bura və C-ni 21 dərəcə verib. Uşaqlar, gəlin baxaq. Baxın, bu bərabər yanlış bucaqdır da, ABD üçbucağı. Ona görə bu bucaqlar bərabər olacaq. Mən bu bucaqlara məsələn AA adlandırıram. Təpə bucağı olacaq 180 çıxaq 2A. Yəni, daxili bucaqları 180 dərəcə olduğuna görə. Və digər tərəfdən uşaqlar, bu bucaqlar bərabər olduğuna görə burada 180 dərəcə çıxaq 2A olacaq. Gəlin, baxın. Buradan nə yaza bilərik? A-nın da qonşusunu tapa bilərik. A-nın qonşusu olacaq ki, 180 çıxaq A. Qonşu bucaqların cəmi 180 dərəcədir. Bu üç bucağın daxili bucaqlarını 180-ə bərabər eləyib. Baxın, bu çəhrayını biraz böyük yazdıq. Daxili bucaqlarını 180-ə bərabər eləyib tapa bilərik. Yəni, 180 çıxaq 2A. Üstə gələk 180 çıxaq A. Üstə gələk 21 bərabərdir 180 dərəcəyə. Fikir verin, uşaqlar, bu 181 ilə 181 islah getdi. Qalır burada mənfi 3A, üstə gələk 21, üstə gələk 180 bərabərdir 0-a. 3A üstə çıxaq 21, keçirdirəm hər birini sağ tərəfə, 180 saxlayıram.
olacaq 3A bərabərdir 201 dərəcə və A-nı da alıram 67 dərəcə. 67 dərəcə. A variantı. Sonra axırıncı sualımız 35-ci sualdır bu başlıqdan. Gəlin baxaq. Uşaqlar, bu sadə sualdır. Yəni A-nı bizə 40 dərəcə verib, B-ni isə 30 dərəcə verib. Bunlar yəni düzbucaqlı üçbucaqlardır da, bilirsiniz. MDN-i, yəni işarələyib özü bunu istəyir bizdən. Uşaqlar, baxın. ANC üçbucağında, ANC üçbucağında, bura 40 dərəcədirsə, bilirsiniz ki, düzbucaqlı üçbucaqdır. Bura qalır 50 dərəcə. Aha, bunu bildik. Digər tərəfdən MBC üçbucağına, yəni düzbucaqlı üçbucağına baxarsaq, 90 dərəcədir. Bura 30 dərəcə, bura qalacaq 60 dərəcə. Baxın, 50 və 60-ı aldıq. Burada 90 dərəcədir. Daxili də biz bilirik ki, 360 dərəcə olmalıdır. 60 dərəcə, 50 dərəcə, 90 dərəcə, plus burada bir gəlin alfa deyək. Alfa bərabərdir 360 dərəcəyə. Aha. Buradan olacaq 200 plus alfa bərabərdir 360-a. Biz alfanı alırıq 160 dərəcə. Burada cavabımız 160 dərəcə olacaq. Gəlin 4-cü başlığa baxaq. 4-cü başlıqda da 2 dənə sualımız var. 13 və 14-cü suallar. Çox qəşəng suallardır bunlar. Gəlin elə baxaq 13-ə. Uşaqlar, burada deyir ki, M-in BC-yə paraleldir və fikir verirsiniz, M-in 2-dir, BC 4-dür. Burada bir orta xət yaranır da uşaqlar. Görürsünüz ki, yarıya bölüb və çəkildiyi tərəfə paraleldir. Ona görə orta xəttdə bilir ki, tərəfi yarıya bölür. Bu hissəsi x-dirsə, digər hissəsi x olacaq. Bura y-dirsə, bura da y olacaq. Və biz düzbucaqlı üçbucağımızın Pifaqor teoreminə görə yaza bilərik ki, buradan 2x-in kvadratı üstə gələk 4-ün kvadratı bərabərdir 2y-in kvadratı. Eləcək 4x kvadratı üstə gələk 16 bərabərdir 4y kvadratı. Uşaqlar, hər tərəfi mən 4-ə bölürəm. X kvadratı üstə gələk 4 bərabərdir y kvadratına. Məndən y istədiyinə görə yazıram kök altında x kvadrat üstə gələk 4. Yəni B variantı. Digər sualımız 14-cü sualdır. BT-ni bizə 3 verir. CT-ni bizə 5 verir. AM istəyir. Aha. Və perpendikulyarlıq şərtlərimiz var. AT-də tən böləndir. Aha. Gəlin baxaq uşaqlar. Belə yaza bilərik ki, uşaqlar, tən bölənin xassəsi ilə gedə bilərik. Məsələn, baxın, necə gedək, hansıdır? AT tən böləninin xassəsi ilə gedək. Bura BT3, TC 5-dirsə, mən bura 3A, bu hissəyə isə 5A deyə bilərəm, hə, uşaqlar? Gəlin, bu düzbucaqlı üçbucaqdan istifadə eləyək. Baxın, uşaqlar, burada alınacaq ki, bir dəqiqə, alınacaq ki, katetləri 3A-dır və 8-dir. Hipotenuzu da 5A-dır. Olacaq ki, 3A-nın kvadratı üstə gələk 8-in kvadratı bərabərdir 5A-nın kvadratına. 9A kvadratı plus 64 bərabərdir. Bu 5A bu şəkildədir. Yəni 25A kvadratına. Uşaqlar, buradan 16A kvadratı bərabərdir 64-ə. A kvadratını alıram 4, A-nı isə alıram 2. A2-dir uşaqlar. Baxın, bu hissə 10 olacaq, bu hissə isə 6 olacaq. Və biz də bilirik ki, uşaqlar, burada dəfələrlə bu sual işlədik. Hündürlük, tən bölən, həm də median olur. Bu hansı üçbucaqda olur? Bərabər yanlıda. Bura 6-dırsa, AM də 6 olacaq. Yəni, bizdən 6-nı istəyir də, hə. AM cavab 6 olacaq.